Biz deyirik elə hər iş gör, hamı bizim adımızı getsin. Bəh, haca gəldi, haca baba Allah yanında səbt oldu, qutuldu, getdi da. Hop, 3 nəfər xəyyir gəldilər, bir məscid çəkdilər. Məscid çəkdilər, bir dənə buna peş namaz tutdular, malla tutdular. Ha, bu namaz olacaq burada. Məsciddə və namaz qılarlar da. Məsciddə də zırna balaban olmaz ki, məsciddə elə namaz qılarlar. Məsciddə etikaf saxlarlar, məsciddə Allahla danışarlar. Da gəlib məsciddə oturub müamilə eləməzlər ki, bu ləpə neçədir, noxud neçədir, soğan neçədir, kuft neçədir. Bax belə olar ölüncə neçədir, bax elə hamı deyəcək neçədir. Bunlar gəldilər, bir alim tutdular, bunlara peş namaz ola məsciddə. Ruhani gəldi namazda, əvvəldə Sure-i Əlanı oxuyurdu. Bunlar 3 nəfərdilər. Məşə İbrahim, Məşə Musa, bir də Məşə Məhəmməd. 3 nəfər. Məscidi tikiblər, bir dənə də alim gətiriblər. Vaxtı Sure-i Əlanı oxuyurdu, axirində deyirdi ki, Sohuf-i İbrahimə və Musa. Bu Məşə Məhəmməd dedi bə, İbrahimlə Musa mallıya pul verib, bunların adın namazda deyə. Bunun adın demir. Gəldi dedi, Hacı ağam, mənim də adım Peyğəmbər adından da, Məhəmmədəm. Başıvad olanı mənim də adımı namazda dedi, Hacı ağam, bu Qur'andır axı, mən özümdən buna bir şey izafələndirəmərəm. Dedi, hər zat söz mallaların əlindədir, eləyə bilərsən, mənim də adım əvəzdir. Dedi, baba bizim əlimizdən nə var axı? Dedi, hər zat sözün əlinizdədir, başda dolanım. O bir nəfər yetirdi mallıya, dedi, Hacı başıva dolanım. Hər nəyimiz vardı süzdəndir. Dedi, məmnunam Hacı. Hacı, hər nəyimiz var süzdəndir, ha başıva dolanım. Dedi, Hacı, məmnunam. Hacı, sənə qurban, hər nəyimiz var süzdəndir. Dedi, nəyimiz var? Dedi, bədbəxti, biçareci, kəlav. Süz eləyib süzdağımızı. Bu fikrə düşdü, mən bu mallarını bir Şama çağırım, dəndə yaxçı xoruzu vardı, kəsdi xanıma, dedi, abquş delə, qoy bu alim yesin, bəlkə mənim də adımı bu namazda desin, baba, olan adın deyir, mənim dədəm yanır. Ruhani abquşdu, yedi, çıxdı, getdi, sabah əvvəl gəlib durub, səhv əvvəldə kimin adın deyə, gördü Ruhani ilə namazda getirdi, Sure-i Əlanın axırına, Suhuf-i İbrahimə və Musa, bunun adını demədi. Dedim, Allah'ını xoruzundan anlatmaq olmaz. Tuğlu tarixdə, 4 dərik şaşab ama tuğlu tarixdə bir dənə mallanı bir balıq yedi, bir dənə mallanı. Onu da bir həftə qarnında dolandırdı, gördü sindirənmir, gətdatdı sahilə, dedi, olan, tu qoy çıx get, az qaldım. Həzrəti Yunisi bir həftə saxladı, qarnında sindirənmədi. Bu alim dedi ki, bu dedi, baba xoruzuna mallan anlatmaq olmaz. Qoy mən buna bir qoş kəsim. Bir yaxçı da paşat verdi, Hacı abi siz istəyənlərdənik. Alimi qəşək, xülasə, yaxçı yola saldı, dedi da bir yola adımı deyər da namazda. Yetirib sabah durub namazda, əvvəl səhvdə getirdi Ruhani Sure-i Əla, Suhuf-i İbrahimə və Musa. Gördüm onun adını demədi, hirsindən namazı kəsdi. Qapıya da bir yaxçı külük dəstəsi qoymuşdu. Aldı əlinə durdu qapıda. Bu malla beçara çıxanda 250 bunun kəlləsindən bir ağaç qoydu. Bu Ruhani yıxıldı yerə, əldi qulağına dedi, mənim adımı namazda deməsin, başı o kəsərəm ha. Ruhani bildi də hardan yedi bu ağacı. Sabahlarım ağa gəlib namaza yapışıblar, əllərindən durubdu bəndə xuda. Namazda elə Sure-i Əlanın axırına oxudu. Suhuf-i İbrahimə və Musa və Muhammed. Hə, dedində oldu. Bir nəfər peş namazda qutarandan sonra məmunlardan biri dedi, Hacı və Sure-i Əlada Məhəmməd yoxudu, sən hardan gətdin? Dedi, bə bilmirsən, dünən qapıda çomağın gücünə nazil oldu.